atmışdı. Sarpım ona 200 manat pul atmışdı. Mən əlimi qoydum ağzıma belə. Dedim, ilahi, ay dedim Alican. Sən bu cəmaatı niyə loxluyursan ki? Ay qardaş, kartında 10 minim var. Get bir soğuk torpaq al. Gedişdə üstü. Yox, mən planlarım var. 20 min eləyəcəm. Belə, baba dediyin deyirəm. 20 min eləyəcəm. Gidib özümə sinə qoyduracam. Mamış qoyduracam. Dedim, bu Allah, dünyanın, bu cəmaat, bu millət, bu yazıq, bu kasıb, bu xalq. Bu xalqı biz nə yerine qoymuşuq? Götürürlər onun kartına pul atırlar, gedib bədən yığdırsın. Ay Allah, dünyanın axırıdır, ay Allah. Mən ondan sonra ondan uzaqlaşdım. Mən o canlı yayımda qoşdum. Dedim, Alican, mən səni işə düzəltmək istəyirəm. Get normal işlə. Mən ona işin adını deyəndən sonra o insan məndən abijnik düşdü. Mən işləyəndən sonra mən abijnik düşdü. Sonra başladı arxamca danışmağa. İndi videosunu atıblar mən onun. Alican tuturuq şikayət eləyəcəm, arxamca danışıb. Quran haqqı, indi vaxt eləyim, onu da götürüb gedirəm idarəyə, onun da videolarını atıram. Polisi Azərbaycana, patrulaza, indi ağac ilə də deyəcəm, o şəklini qoysunlar, sosiallaşdırsınlar onu. Kart qoyur, milləti loxluyur, kartında 10 min pulu var. iPhone pakovkada alıbdı, inanın da mən gördüyümü deyirəm, mən görmədiyim şimdi danışmıram. Buna bir şey eləsinlər, bir əncam qılsınlar, olmaz belə. Olmaz. Hələ onun yayımına qoşulan o misafirdə gədə-güdələrə bax. Onlar da üzdən İraqda. Üzdən İraq bir-birinin tərəfini saxlayır da. Mənim üçün gələcək ekran tıklamayın, belə eləməyin. Mənim ondan nə aram yaxşı olacaq? O çuşqadır. O bəyə pazur qap. Deyib bir şey. Mənim bicdiyim yoxdur. Bunların bicdikləri var. Özlərin ağlıyla eləyirlər. Amma arxada bunların 10 minləri, 20 minləri sən demiş var. Yəni mən ad çəkmirəm, bir çoxu belədir. Bicdikləri var. Mənim kimi burada saf, səmimi, belə dürüst adam yoxdur həqiqətən. Düzdür, orası elədir. Amma mən hal-hazırda yəni o Alicanın mən o pulu kartında görəndən sonra Dosta ekran tıklayım da. Mən onda o iPhone-u görəndən sonra mən ona tərəf çıxmadım. Mən konkret bu milləti loxlamasınlar. Mən onu istəyirəm. Hələ də deyirsən kart qoyurlar, hə? Ay, Alican hər gün kart qoyur, bəzələrsə. Nə oldu bu qanun gülbalı içində bir dənə? Onların heç bir yazan yoxdur ki, bəs kart qoymaq qadağandır, zatdır, belədir. Elə mənim üçün gəl. Səni vaq elədən, vaqan bilmirsən, iş verəndir. Onun adını çək. Adam tutturub. Onun adını çək. Yine iş verəndir də, Quran haqqı. Harada mərdimazlar var, mənə gəlsə tapardı onu da. Valla sənin başında partlatdılar. Bax, o da kart qoyur. Müjgan da deyəsən kart qoyur. Sən qoy, sıraz sən tutturacaqlar. Sıtkiyə. Kim qoymur? O şey var ya, adı nədir? Biri var ya, tənhadır nədir, bir dənəsi. Bütün gün kart qoyur, hər gün ərzaq üçün kart, nə bilim, kirayə üçün, bunun üçün, onun üçün. Hamısı qoyur, kim qoymur ki? Bizən bunların paxıllığı nəyə gəldi? Gördülər, bir cəmaat mənə çox istədi, dəstək oldu. Bunlar bunu gördülər, yandılar da, yanmasın deyəsinlər. Paxıldılar axı. Ona görə bunlar belə başladılar. O nakloy kalıdır, o birisi deyib, o birisi deyib. Sənin yerə olaram, kart qoyub pul yığıram. Özümü. Kart qoymaq istəmərəm, profilmə ziyan deyib, ona görə. TikTok icazə verir. Bir dənə kart üçün özü profil tap, sırf kart qoymaq üçün sən öt. Sən bunlara vid verməyə qocalarsan. Vallahi fikir verməyir, qoy, danışsınlar da danışırlar özləri üçün. Bunların ağzı törbədir. Ömür boyu danışıblar, danışacaqlar da. Gedib Alicana dəstək olurlar. Bunların boyun soxum yerə. Mən də əvvəl onu tanımırdım. Elə bilirdim kasıbdır. Əqli cəhətdən problemi var. Sonra mən o bizə gələndən sonra o telefonu kartında o pulu görəndən sonra 10 mini. Ondan sonra dedim ki, yox, bu milləti yavını loxluyur. Mən həqiqəti biləndən sonra mən ondan uzaqlaşdım. O təhlükəli adamdır. Çox təhlükəli insandır o Alican. Aysin. O millət bu boyda aldadır. Millətdən bu boyda pul yığıbsa, sən ondan yəni hər şey gözdə də Quran and olsun. Fərasat diyor, fərasət.
Yox qaqam, yox. Burada canlı açıram. O birini açamıram. O biri səhifə neçə mindir? 70 min olana deyirlər. Deyirlər o bağlanıb. Bağlanmayıb. Prosta canlımdır yəni burada. O da şey kaçsal qoyurdu ona görə. Canlı işləmir orada ömürlük. Yox, ömürlük bağlandı. Bir dəfə açmışdım, sonra bir dəfə də internetlə bağlandı. Adı Azərbaycan səhifəsi ilədir. Azərbaycan səhifəsi ilədir. Salam, salam qardaş. Yaxşıyam, sən necəsən? Buyur. Renkanın estağfurullah. Bir gizli şeylər yazmayın da burada. Nə yazır? Deyə də bilmirəm. Sən yazır da Renkanın nəm-nəmnə. Kül başıza. Renkadı elə bir brilyantdan zaddan deyil kül başıza. Elə bir Jennifer Lopez'əm. Renkadır da. Da hamının adını, o isin də adına söz, bədbaxt bilə. O da elə gəlir. İndi mən də gedib indi Renkayla video çəksəm, mənə də başlayacaqlar. Ağızlarına gələn deyəcək. 100% sən bax şu o boynuğa qoyacaqlar ki şeydir, Renkal nə bilim nəysə də nəysə. O isi yazığın gül kimi adı uşağı məhv elədilər. Girirlər, yazırlar, o da söyür, səhifəsi bloka gedir. Bunlar niyə belə bu gündədirlər? Niyə elə söz çıxardırlar? Öz həyatları ilə maraqlanmırlar. Gəlib sənin mən həyatımıza burun soxurlar da. Kimdə nə yoxdur da. Sağ ol Cəllaba. Heç nə dostlar. Valla, Salam düşükdə hava nətərdir? Yaxşıdır, küləklidir, belə günlüdür. Nə yemsən bu gün, nə yemək fikrindəsən? Heç nə, yemək dərdində deyiləm. Nəyin dərdindəsən? Nə maşın biraz. Əslində çox gözəl düzən qurmuşdun ki, balaca indi şey danışaq da. Pis idi, nə idi? Qazancıydı, oturmuşdun, qazanırdın, evdə torpaq dalardın, evdə tikərdin. Aynen. Boş şey değil, sən öl başda. Əlizandan artıqsan. Dedim, arxasından 3 tüp əməliyyat olunub ki, boş ver. Sağ ol. Quran haqqı partda gəlmişdi bizə. Burada şalvar şeylədi, güzgül araladı. Oy Allah, yıxıldım yerə. Partaq, Quran haqqı yarılı bir ortası yoxdur. Ortası yoxdur arxasının. Yaxşı Gülü, sağ ol, getdim. Getdin, yaxşı görüşərik, salamat qal. Sağ ol. Utdum. Dostlar, nə var, nə yox, nə edirsiniz, necəsiz? Mən biraz fikirliyəm, mənə fikir verməyim. Mən bilmirəm nə edeyim, keyfim açsın. Bir dəqiqə. Mən biraz belə fikirliyəm. Çox sağ olun ekranıma tıklayanlar, dəstək olanlar. Həqiqətən də hər birinizə öz minnətdarlığımı bildirirəm. Qaqam, mənim maşınım. Maşını düzəltmədin. Yox, qaqam, yox. Pulum yoxdur. Belə. Hamı yaxşı bilir də mən maşını necə almışam. Nəyin soruşursunuz ki? Bekarsan, iş gücü yoxdur. Yəni də. Çürüyü var, qaqam, xarablığı yoxdur. Altında çürüyü zadı var. Qaqam, kart qoymuşam. Dəstək olublar, yaxşı insanlar. Elə də almışam. Belə deyək. Bunu hamı bilir də, yəni hər dəfə təkrar deməyə nə ehtiyac var? Yox, qaqam, satmıram.
Salam, salam Baba Əli. Sahib Əsgər, çox sağ ol, təşəkkür. İli 2002-dir qaqa, mənlə yaşıddır. Qaqa, arxamda ol, yanımda ol mənim. Arxamda niyə olursun? Qaqa, malyar nədir ki? Başa düşmürəm.